Otaqları su basmayıb, güclü nəmişlik yoxdur, lakin buna baxmayaraq tavanda və divarlarda bu cür nəmliklər, kifləmə və göbələklər var. Bəli əzizləyicilər, düzgün eşitdiniz. Bu sözlər mənə məxsus deyil. Sizlərdən mənə gələn sualdır, sözdür. İlk öncə bir salamlayıram. Sizlə danışan mənəm Sanamsda. Bildiyiniz kimi səhifəmdə fərqli paylaşımlar da edirəm. Siz mənə takib ataraq bu paylaşımları öyrənməyə imkanınız ola bilər və keçək mövzuya. Keçən mövzuda nəmişliyin aradan qaldırması haqqında bir prosesi çəkdim, paylaşdım. Lakin həmin proses yağışdan sonra baş vermişdi və sizlərdən o dərəcədə çox suallar gəldi ki, Sənan usta, bizdə yağış yağmayıb, otağı su basmayıb, güclü nəmişlik də yoxdur və buna baxmayaraq tavanlarımızda, divarlarımızda bu vəziyyət var. Nədən əlaqədardır? Mən də kiçik bir araşdırma apardım bir usta olaraq və mənə məlum oldu ki, bu dediyiniz proses illərin nəmişliyi adlanır. Bəli əzizləyicilər, düzgün eşitdiniz. Deməli, bu proseslərin əsas səbəblərindən biri otaqdakı hava sirkulyasiyasının düzgün olmaması nəticəsində həmin nəmliklərin bir yerdə sıxılıb, yığılıb qalmaq nəticəsində bu proseslər baş verir və bunu aradan qaldırmağın iki yolu var. Ya daim pəncərələri açıq qoyasınız, ya da ki, xüsusi hava filtrləri var, ondan istifadə edəsiniz. Bəli, düzgün eşitdiniz. Hansı ki, bu hava filtrləri haqqında mən o dərəcədə məlumatlı deyiləm, sadəcə bildiklərimi danışacağam. Ölkədə də bu işlə məşğul olanlar var. İstəsəniz yorumlarda sual verib cavab ala bilərsiniz. Bu hava filtrləri çox fərqlidir. Bu hava filtrləri var sadə, mexaniki, var ağıllı hava filtrləri. Və onlar haqqında danışmaq istəyirəm. Mexaniki hava filtrlərini siz quraşdırırsınız. Sadəcə açırsınız klapanı və içəri hava daxil olur. Bunlarda hava filtrləri var, toz filtrləri var, yəni tozun qarşısı alınır və digər dediyim smart filtrlər isə ağıllıdır. Xüsusi funksiyası, xüsusi sensor var. Otaqda hansısa bir nəmişlik, hansısa bir iyi və hansısa bir xoşagəlməz bir hal hiss etdikdə dərhal otaqdakı havanı kənara çıxardır və kənardan içəri hava alır və bunda bir özəlliyi var ki, əzizləyicilər, həmin aldığı hava otağın temperaturu ilə eyni nizamlayır. Bu da sizi qış aylarında otağınızın soyumağının qarşısını alır və bu filtrlər çox fərqlidir. İndi bəzi mənzillər var studiya tiplidir, bəzi mənzillər var villadır. Ona görə dəyişir. Ümumiyyətlə ətraflı məlumat üçün yoruma plus atıb və ya araşdıraraq bu filtrlər haqqında məlumat toplaya bilərsiniz. Hər kəsdən takib edirəm.